Salam hocam dostlar, gördüyünüz kimi fırıldaqoloqlar yanında iş başındadılar və mənə güya ki, iş təklif elədilər. Hansıları ki, güya mən yerinə yetirdim və bunlara screenshot attım. Həmin screenshotu attığıma görə mənə 3 manat ödədilər və təbii ki, bu 3 manatı ödəyir ki, məni şirəyə gətirsin və 3 manat ödəyəndən sonra deyir ki, qrupa qoşul və məni də qrupa niyə qoşur? Qrupa məni qoşur ki, mən qrupda girim və görüm ki, hər şey necə idealdır, hər şey necə gözəldir, cəmaət burada necə qazanır, şaqqa-şaqqa şəkillər atırlar və şiriyə gəlib deyim ki, o nə yaxşı, bunlara güvənmək olar və bu həqiqətən də qazanc verici bir şeydir. Və qrupda baxanda da görürəm ki, adlardan bəllidir ki, məsələn, botdur bunlar hamısı, heç bir real adam deyil. Hansısa şəxsinə durub yazsam ki, ya belə şeyə inanma, aldanma, fırıldaqdır, mən dərhal blok yeyəcəm. Çünki bunlar hamısı öz botlarıdır və bunun sübutu olaraq göstərəm ki, baxın, burada Könül Şahin var, hansı ki, açıq şəklinə baxsın, hansını ki, görür ki, yəni bu Könül Şahin erkəkdir və bir dənə Könül Şahin var burada, hansı ki dişidir. Belə çıxır ki, yəni məlum məsələdə heç əlləşməyiblər. Çünki bilirlər ki, qaz çoxdur olsa, heç kim durub belə şey yoxlayan yoxdur. Və o qazları çox da vecdan almadıqlarına görə görürsünüz burada hətta çox da cırışmayıblar da, Şamxalı tapıb yazıblar, amma burada Argus Carantali qalıb və gördüyünüz kimi digər burada görək ki, adamlar var və bu adamlar belə şap-başap screenshot atıb, ya pul qazanırlar. Burada bir neçə dənə ödəniş screenshotları da göstərəcəm. Məsəl üçün 14 manat qazandı, 52 manat qazandı, 160 manat qazandı və belə-belə işlərə aldanmayın. Bəli, burada bir qədər getmək olar halacan. İlk aldınız pul, məsələn 3 manat, 5 manat aldınız, ondan sonra atın getsin bloka. Davam eləməyin, çünki davamı zaten artıq mənim məsələn ki, fırıldağa gedir. Diqqətli olun belə şeylərdə, uşaqlar aldanmayın. Çalışın ki, siz bunlardan nəsə ala biləsiniz. Bunlar sizdən nəsə ala bilməsinlər. Bu qədər, sağ olun, görüşərək.